Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət 2 mütəşəkkil cinayətkar dəstə saxlanılıb. Yekaterinburq şəhərində hüquq mühafizə orqanları tərəfindən öldürülən Azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovların meyitləri ilə bağlı açıqlanan ekspertiza rəyində bildirilib ki, cəsədlərin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib. Heç birində iti alət, odlu silahın izi yox idi. Onlara ancaq küt alətlərdən istifadə edərək xəsarət yetirilib. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunan Fərid Əsgərova general-mayor rütbəsi verilib. Moskva Sputnik Azərbaycanın saxlanılan əməkdaşlarının azadlığa buraxılmasına ümidlər bəsləyir. Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Azərbaycan hökuməti bugünə qədər işğaldan azad edilmiş ərazilərdə tikinti bərpa işlərinə 15 milyard dollar sərmayə yatırıb. İsraildə İrana qarşı yeni hücuma hazırlıq gedir. Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Vahid Əhmədi deyib.